Nələrimiz varsa. Demək belə. Bax burada məntiq nədir? Birinci növbədə nəyi bilmək lazımdır? Bax bu var ha, bax bu içəridəki. A başdan sona -1. Bu yazılış nəyi bildirir? Tərsten yazılış değil. Tərstəns, amma nəyin yazılışıdır? Əgər ki, məsəl üçün sətr şəklində bir salam yazılıbsa, salam sözünün, amma siyahının içində onda iki dənə ayrı sətr şəklində söz varsa, hər birini sadəcə tərsinə yazılır, yəni sondan əvvələ. Yox, hər birini yox. Siyahının özünü tərsdən yazır. Məsəl üçün burada sertifikasiya imtahanı deyil. Bunu Aha, tərsdən yazmaq nə demək olacaq? İmtahanı imtahanı sertifikasiya. sertifikası. Əgər ki, məsələn, siyahı olmasaydı, bu sətr olsaydı, təkcə sertifikasiyaydısa, onda sertifikasiya sözünü tərsinə yazacaqdı da. Bəli. Eynən Aha, elə. aydındır mənim. Elə hər biri bir simvol kimi baxırıq da biz burada. Təbii ki, bəli. Hər birinə bir dənə simvol kimi baxırıq. Aydındır mənim, çox sağ ol. Tabii. Hə. Ona görə burada çıxışa veriləndə imtahanı sertifikasiya. Yəni birinci bir o tərsdən yazıram, sonra birləşdirirəm. Ona görə elə bir şey olur. Yeni getmədilər bunlar. Ha, yığışdıra gəlin də. Mən elə bir ki, yeni sınaq göndərməmisiniz hələ, hə? Yox, göndərməmişdim. Bir dənə bir fikrim olmayıb amma. Onu göndərəndə yaxşı olurdu. Məsələn. Okay. Python'a nəyi vermişdim? Dövr Mən operatorunu vermişdim. Python'dan dimdən dövr. İyi. Dövr operator. Dövr Aslında operator. 71'e kadar yoxlamışdıq. Mənim əvvəldə belə suallarım var idi. Nəyimiz var deyim baxaq bir qıraqdan. 6-cı sual. 6. 46. 46. Bu da 46. Bəli. 46'nın deməli 49'un üstündə 2-də 1 7 eləyir. 7 7-dən böyüdü yox. Deməli buna baxmırıq. Deməli 49'un üstündə 3-də 1 kiçikdirmi 3-dən? Yox deyil. 49 nədir? 4 3 tam neçəsə eləyir də bu bizdə. Hı. 3 tam neçəsə 3-dən kiçik deyil. Ona görə buna baxmıram. Üstü 4'də 1 olanda isə artıq nə olacaq? Bu 2 tam neçəsə olacaq? 3 ola bilmir. O yüzden 5'ten kiçikdirmi? Hə. 49'un 4'e bölünməsindən alınan tam ədəd olduğunu 2 eləyir də. Cavab B. 54. Klaviaturadan 13 ədədi daxil edilərsə, Python dilində yazılmış proqramın nəticəsini müəyyən edin. Deməli Deməli, 13 ondan böyükdür. Böləndə 0 yox alınmır. deyil. Buna baxmırıq. Elifə 13'ü baxırıq. 5'e böləndə qalıq birdən böyükdürmü? Yox. Hə. Aa, Niyə? qalıq birdən böyük. Hə, başa düşdüm. Mən 1-ə bərabər götürmüşdüm. Bunlara 5'e baxmırıq böləndə qalıq 3 necə. eləyir də.
13'ü 2'ye Aa, bu vururam 26. 26. 26'nı da 2'ye vururam 52. 26'dan 2 52. Hı hı. Sonra 62. 62-ci sual. yaxşı yox. 62. Klaviaturadan B simvolu. B olanda nə baş verir? B simvolu, B simvolu, B simvolu. Bax bu. Question B-yə bərabərsə budaqlanma çıxış edə bilir. Yəni biz hansı suallara baxırıq? Python. Məncə də Deyim. təqdir verib. Suallar səhvdir məncə müəllim. Bəli. Mən də deyirəm cavablar niyə belədir? Yəni, dövr operatoruna Proqramlaşdırma. baxırsınız yoxsa Dövrə əvvəlkindən? baxmalıyıq. Bəli, bəli. Bəli. Bu fərqli yer sualları direkt mən yanılıram. Məndə də. Onda dövrə baxaq. O mən səhv açmışam onda. Neçəyə baxırıq indi? Bir qıraqdan deyin. 46. Bu idi 46-da. 46-da mən D yazmışam, C çıxıb. İşarə əslidən səhv eləmirsən də. Çünki burada mənfi var axı. Mənfini yazanda müəllim, mənfi 1. Burada Müsbət. məntiq nədir? Mənfiyə vuranda birinci Bildim, addımda bildim müsbət müəllim. olur, ikinci addımda mənfi olur da təzədən. Bildim, müəllim. Yaxşı yox. 54. Hə? 54. Python dilində yazılmış proqramın icrası zamanı klaviaturadan ardıcıl olaraq 5, 4, 5, 3, 6, 0, 6 qiymətləri daxil edilmişdirsə, hansı qiymət çapı olacaq? Demək, enimiz neçədir? 5-dir. 5 olanda bu 6 olur. 5 dəfə x daxil eləmişik. Düzdürmü? Yerdə qalanları cəmləməyə lazımdır. 4 üstə gələk, 5 üstə gələk, 3 üstə gələk, 0 üstə gələk 6. Birinci daxil elədiyim n-in qiymətidir, sonraki daxil elədiklərim x-in qiymətləridir. Deməli, mən qarışdırdığım nə oldu? Hər dəfəsində n üçün məsələn 5-i də yazırıq, 4-ü də yazırıq. Yox. Bax. Ardıcıl bu qiymətləri daxil eləməmsən. Burada birinci nə daxil eləyirəm? N daxil eləyirəm. N-imiz oldu 5. 5-i. Bu olur onda 6. Deməli 6 dəfə 5 Aha. dəfə bu dövr eləyəcək. 1-dən 6-ya qədər 5 dəfə dövr olur. Və ardıcıl olaraq hər dəfəsində dövrdə 4 olacaq. Sonra 5-i daxil eləyəcəm. Sonra 3-ü daxil eləyəcəm. Sonra 0-ı, sonra 6-nı. Bu 5 rəqəm deyil, dövrün sayıdır. Ardıcıl olaraq 5 dənə bu ədədləri daxil etdik. Və birinci dövrlərin sayıdır. N-in qiyməti daxil. Aydın da müəllim, aydın. Sonraki də Bu ufaqlarında sual ədədlər. belə bir sual. Alqoritmlərin içində də var idi belə şeylər. Sınağa da salmışdım bundan səhv eləmirəmsə. Bəli, bu qəbul sınağında da var idi belə tipdə bir sual. Bəli, bəli. Müəllim, bir də zəhmət olmasa 18 olur da 23-cü. müəllim burada cavab. Digərlərini Bəli. cəmi. Aha. 18 olur, bəli. Necə Zəhmət mən? Nəsə olmasa deyirsiniz? 23-cü misala zəhmət olmasa baxın. Mən 773 alıram. Belə şeylər bu asandır. Bəzən belə eləyə bilmirəm bunları. 23. Baxaq nəticə 23-də. Deməli 137 daxil edilərsə, n-imiz olur birinci addımda 7. 731 alınmalıdır, hə? 700. Bax burada nə olacaq? 7-ni deməli 0-ı 10-a vurub üstünə 7 gəldim. Elədi 7 y-imiz. X-imiz neçə olacaq? 13 olacaq. Sonra 13-ün 10-a bölünməsinin alandan qalıb 3-dür. 7-ni 10-a vururam. 70 üstünə 3 gələndə eləyir 73. X-imiz olacaq 1. 1-i 10-a böləndə qalır 1. 73-ü 10-a vururam. 730 üstünə də 1 gələndə 731 eləyir. X-imiz da olur 0. Dövr başa çatır. Deməli 731 alacağım. A variantı. Sonra Düzdür, mən bir dənə yuxarıya baxıb üstünə onu gətirmişəm də. Əslində bu da ikincisinə baxmırdım. bəli. Məndə 62 var.
Deməli, burada mən A-nın üstünə 2 gəlirəm, B-yə vururam. Deməli, məntiq nədir burada? 2 idi, A-mız oldu. A-nı yazaq, B-ni yazaq. Cədvəldə 2, 3. 3 12-dən kiçikdir. Hə, A-mız oldu neçə? 4. B-miz neçə Evet, olacaq? oldu 4-ü 3-ə 6. vururam, 12. Benim 12 burada 12-dən benim kiçik karşıladığım bərabər. benim karşıladığım hissə nədir? Bu aşağıda olan A bərabərdir A plus B-ni tətbiq eləməkdir. Bunu ən sonda tətbiq edirik. Bəli, bu While-la eyni hissədədir deyə. bəli, dövr başa çatandan sonra eləyirik onu. Aha. Məsələn, olurdu ki, məsəl üçün while-ın aşağısına if else verilir. Else-də də məsəl üçün belə bir şərt və əlavə. O while-la eyni sütunda deyilsə tətbiq edirik. Eyni sütundasa ən sonda toplayırıq. Eynən. Aha. Aydın mənim baxmayaq. Mən hər dəfəsində toplamışam, ona görə qəliz cavab alınıb. Okay. 76. Mən 71-ə baxardıq bunlar. 71. Zəhmət. Bəli. Okay. Demək 18-dir də, hə. İ'nin qiymətləri 1-dən başlayır. 18 1-ə bölünür, hə, 1-i topladıq. Sonra 18 2-yə bölünür, hə, 2-ni topladıq. Yəni 18-ə bölünən ədədlər, 18-in bölənlərini toplayırıq da biz. 3-ə bölünür, hə, 3-ü topladıq. 4-ə bölünür, yox. 5-ə bölünür, yox. 6-ya bölünür, hə. 7-yə bölünür, yox. 8-ə bölünür, yox. 9-a bölünür, hə. Sonra da 18-ə bölünəcək də. Hamısını toplayıram. Neçə eləyir onlar? 27, 30, 36, 39. Başa düşüldü? Bu proqram nə işimizə yarayırdısa, soruşsa ki, məsələn, verilən proqramın təyinatı nədir? Daxil edilən ədədin natural bölənlərinin cəmini tapır. Sonra 76. Da 25 alıram mən. Cavab nə çıxır? yoxlayaq. Bu tiplərdə gərək bir-bir addım-addım icra eləyəsən də. 3, 4, 5, Deməli, 6, söz. 7 bu qiymətlərdir. 3, 4, 5, 6, 7 bu qiymətləri yoxlayırıq. Birinci 3-ü yoxlayıram. S-imiz neçə Deməli, ikinci olacaq? 3 variant 2-yə bir. bölünür, yox. 3 3-ə bölünür, hə. S-imiz olur 3. Bir də üstünə 1 gəlirəm buradakına görə. 3 bu Dörd. getdi. Sonra 4-ü yoxlasam. 2-yə Deməli, bölünür, hə. Üstünə 2 2 də gəlir, gəldim. 2 3-ə plus bölünür, 1. yox. Üstünə 5 gəldim. Bir də üstünə 1 gəldi. Müəllim, niyə 5 gəldiniz? Bu şərt ödənməyəndə else baxıram da. Bu if else bir yerdədir. Bu if müstəqildir. Başa düşdün? Ha, mən birinci ifə baxırdım, o ödənirsə, yəni bir dənə şərt ödənirsə heç birisinə baxmırdım. Yox. Yox. Bu if ödənsə buna baxmırıq. Ödənmədə baxırıq. Müəllim, onu necə bilmək olar ki, o bir yerdədir, o təkdir? Müəllimə, iflərin hamısına baxmalıyıq. Və else varsa, bu sonuncu if hardadırsa, həmin ifin else'dir. Amma bunun yerində elif olsaydı, müəllimə dediyi kimi olardı. Məsələn, ifə baxardıq və salam. Çünki if, elif, else bir yerdə sayılır. Amma if, else veribsə, bütün iflərə baxmaq lazımdır, istisnasız. Aydındır? Məsəl üçün, burada 6 qoyanda 6 birincini də, ikincini də 6 ödəyirik. birincini 2 də ödəyir, plus ikisini də ödəyir. İkisini də yoxlamaq lazımdır, Aha. ikisini də plus ödəyəcək. 1 də 2 yazırıq. Bəli, bu bir, onsuz da şərtlərdən asılı deyil. Fikir verirsiniz. Heç bir şərtə aid deyil bu. Bu hər dəfəsində bir zaten gəlirik. O heç. Aydın müəllim. Deməli, ikinci if ödənməyən halda else baxmalıydıq. Unutmuşdum. Başqa cür necə baxa bilərik? 2-yə bölünənlər hansılarda bunların arasında? 4-dür, 6-dır, düzdür? 4, 6. Deməli, 2 dəfə 2 gəlirəm üstünə S-in. 2-ni vurdum 2-yə. 3-ə bölünən neçə dənədir? 3 var, 6 var. 2 dənədir, düzdür? 2-ni 3-ə vururam. Bir də 3-ə bölünməyən neçə dənə var? 2 var, yox. Deməli, 4 var, bir də 5 var, bir də 7 var. Düzdür? 4, 5, 7. Bu halda bu şərt ödənmir. 3 dəfədə nə eləyəcəm? 5-ə vururam. Düzdürmü? Evet, gəlirik. Ümumilikdə Deməli, neçə dənə dövr var? 3, 4, 5, 6, 7, 5 dənə də dövr var. Deməli, 5 dəfə də 1 gəlirəm də üstünə. Sonra aldığım cavabları toplayacağam. 4, 4, 6, 15, 5. Toplasam 30. Aydın müəllim. Zəhmət olmasa 77-yə baxaydıq.
Belə eləyirəm, elə uzun-uzadı gedir o. Yəqin ki, hardasa səhv eləmişəm. 50 ədədi daxil edilərsə, Python dilində yazılmış proqramın nəticəsini tapın. Burada nədir? Deməli, indi məntiq nədir? Toplaya gedirik 50-yə qədər. Deməli, eynimiz 50-dir. Birinci addım nə olacaq? 1-in üstünə gəldik. Elə bir bax 1, 2, 3, 4, 5. Toplaya gedirik əslində biz. Hara qədər toplaya gedə bilirik? Bu şərt ödənməyənə qədər. Bax topladım. 1-in üstünə 2 gəldim, 3, üstünə 3 gəldim, 6, üstünə 4 gəldim, 10, üstünə 5 gəldim, 15, üstünə 6 gəldim, 21. Hər 50-dən kiçikdir, düzdür? Sonra üstünə 7 gəldim. Neçələdir? 28. Üstünə 8 gəldim, 36. Düzdür? Üstünə 9 gəldim, 45. Hələ də 50-dən kiçikdir. 50-yə qədər mən davam eləyirik də. Bəli. Bəli. Gələndə 55. Üstünə 10 gəldim, 55 elədi. 55 artıq kiçikdir. İyinin qiyməti neçə oldu? Bax, bu 50 gələn, deməli 10 gələndə iyimiz 11 olacaq axı, düzdür? Deməli, S-imiz oldu Hı. 55, iyimiz oldu 11. Gəlirəm bura düşürəm, bax 15, buna. 11. S bərabərdir. 55 çıx 11 plus 1. Neçə eləyir bu da? 45 eləyir. Deməli, Burada cavab da deməli sonuncu if while-la eyni hissədə olduğuna görə ən sona tətbiq edilir onun çıxışda. bəli, eynən. Hı. 78-də də desə bu tipdə idi yoxsa? Baxaq. Mənimlə bu həftə sırf Pythona baxacağıq. Ona görə qaranlıq qalan, xoşunuza gəlməyən nə varsa hamısını soruşun. Bu bayaqki sualın analogudur. Hə. Burada sadəcə Bəli, olaraq bəli. nələr toplanır bax. İndi 1-dən 10-a qədər ədədlərə baxırıq. 1-dən 9-a Küçələr daxil olanda olmaqla. bax ikiyə bölünənlər hansılar var? 2, 4, 6, 2, 4, 6, 8. Düzdür? 4 dənə deyil. 4-ü vururam 1-ə. Sonra keçirəm buna. 3-ə bölünənlər neçə dənədir? 3, 6, Mənim 9, 10 3, daxil olmur ora. Yox, sonuncunu götürmürük axı. Hə. 1-dən 9-a Hə. qədər qiymətlər ala bilirik. Sonuncu dəyəri almırıq. Deməli, burada 3 dəfə 5-də 12. şərti ödəyən var. 3, 6, 9 var. 3 dəfə 2-ni toplamışıq. Ona görə 3-ü 2-yə vurdum. Şərti Üç ödəməyən ən sonuncu neçə dənə hal else-də. olacaq? Ümumilikdə 9 dənə dövrü var. Onun 3 dənəsi şərti ödəyir. Deməli, 6 dənəsi də ödəməyəcək. Düzdür? 3 və hər dəfə də i-ləri gəlirik. Hər dəfə də Yəni iyiləri özlərində toplamışam. cəmi. Yəni 1, 2, 1, 2, 3, 3, 4, 5, 9-a 9-a qədər qədər ədədləri cəmi. toplamışam. Bu məndə 45 eləyir. Bu məndə 18 eləyir. Bu məndə 6 eləyir. Bu da məndə 4 eləyir. Toplayaq. 10, 28, 45. Neçə eləyir? 73. Bəli, Salam çözüldü məsələ. Tam başa düşdük. aydındır. 79-a da baxardıq mənim zəhmət olmasın. Neçə? 79. Okay. Bax, 1000 deməli, A dəyişəninin hansı ən kiçik natural qiymətində bir çap olunur? Bir çap eləmək nə deməkdir? Yəni bu neçə dəfə dövr eləyib? Deməli, 13 çıx 12 1 verirsə, Bu 10 üstü 3 deməkdir də. Yəni onu hər dəfəsində də 10-a bölmüşəmsə, deməli 3 dəfə dövr var burada, düzdür? bəli. Hə, eyni Hər qiymətə dəfəsində görə. də A-dan neçə çıxmışam? 12 çıxmışam. Deməli bunu iki cür eləyə bilirdik də. Birincisi nə idi? A çıx 12 vurulsun 3 kiçikdir 240-dan. Onda A kiçikdir 240-dan 240-ın üstünə 36 gəlirəm 276. Bir də nə edirdik? Bir dövrləri sayan bir vahid az götürürdük. Bir dənə Yəni az. 2 dövr götürürdük. A Deməli, çıxılsın A çıx 12 vurulsun 20. 2 böyüdür bərabərdir 240. Onda A böyük bərabərdir neçəyə? 264-dən. 264. Ən Deməli kiçiyi də deyirsə A 264. 264-dən 276-ya qədər bir qiymət ala bilər. Ən kiçik qiymətini istəyir 264-ün özünü götürəcəm. Bu bildiyimiz alqoritmlər kimidir. Özü olanda Eyni bir az şeydir, eyni götürürdük. məntiqdir. Sadəcə Hı. olaraq Pythonda dövrlər verilir, fərqi yox. Yəni, dövrün sayı deməli özüdürsə işarə əksinə, dövrün sayı bir azsa özü.
Bəli, olduğu kimi işarəmiz qalır. Aydın. Bir də 85-ci sual. 85. Burada da bax, məntiq sizin üçün eləmişdim. Bərabərsizliklə olanlar var idi. Alqoritmləri də izah elədim sizə onu. Bəli, Mənfi -60 60-dan 60 yazılır. başlayıram. 59-a qədər gedirəm. Çünki 60-ın özünü götürə bilmirəm. Hə. Bir də bunun Üstlərdə kökləri nə 31, idi? -35, 15. Mənfi 35, 15. Özləri daxil deyil. Görürsünüz. Hı. Deməli, 3 dənə İndi hissəyə bölürük bölüşük intervallara. Mənfi Deməli, 35-dən buradan soldan bir qiymət götürək. Məsələn, mənfi 40. Bu da mənfi eləyir, bu da mənfi eləyir. Mənfi mənfiyə vuranda müsbət. Onda bura mənfi, bura müsbət idi. Düzdür? Bizə nə lazım idi? Müsbət olanların sayını istəyir. D-ni bir vahid artırıb. Onda nə edəcəyik? Bu aralığı götürməliyik. Bir də bu aralığı götürməliyik. Burada 60 daxildir, 35 daxil deyil. Onda mənfi 35 çıxılsın mənfi 60. Düzdürmü? Bu eləyəcək bizə 59 da burada müsbət daxildir. 25. Burada da 59 Deməli, daxildir, 15 mənfi daxil deyil. 59, 59 sırf 15. 15. Bu da 35 eləyir. 4. 45 hə? Ay, 45. Yox, mənim 44. Niyə? Hansı bu? 44 soy düzdür. İndi nə edəcəyik sadəcə olaraq? Bunları toplayacağıq da 69 dənə. D-nin qiyməti olacaq 69. Aydındır? Bəli, aydın. Super. Növbəti 89. 173-ə bir dənə baxaydı zəhmət olmasa. Nə 73. qədər eləm? Hə, orada 8 verib, cavab 9 alıramı? Həmişə. Deməli burada 2-yə böləndə qalıq birdən fərqli olsun, yəni nə olsun? Cüt olsun, elə deyil. Cüt olanların sayını tapıram da 2, 4, 6, 8, 10, 12, 14. 1, 2, 3, 4, 5, 6, 7. Bir də başlanğıcda isim qiyməti 1 Mən verəcəm. bildim, 8. mən biri də götürmüş. Ben Turkal 3'e vuruyordum. Turkal'da. Trukalar. Artı bir Yok. olsanız. Hə, Trukalada 3 baytdan hesab edirsən də. Mesela sana çıkmamız. Hesablamada da səhv edirsən yəqin. Sonra 89. 92 də baxarıq mən. 93, 89'a baxacağım. 89. Mən nəyə görə orada bir də götürmüşdüm. Biri 2-yə böləndə qalıq 0 tam nə qədər eləyir də. O da birdən fərqlidir. Ona görə mən biri götürmüşdüm. Ona görə cavab 9 oldu. İndi onu mən necə Biri bilərəm? 2-yə böləndə qalıq birinin özü eləyir. Hə, 1 götürürüm. 0-dan Bəli. nə qədər şey. 1 birdən fərqlidir, yox. 0-dan neçəsə eləyə bilməz axı qalıq tam ədəd olmalıdır. Klaviaturadan 7 ədədi daxil edilərsə, Python dilində yazılmış proqramın nəticəsini müəyyən edin. Deməli, 7 daxil elədik, x-imiz da 1-dir. Bura olacaq 8, düz? İndi icra edək. I-nin qiymətləri nə olacaq? 1, 2, 3, 4, 5, 6, 7. 1-i qoysam. 1-i 2-yə böləndə qalıq 1-ə bərabərdir. 1-i 3-ə böləndə də qalıq 1-ə bərabərdir. Deməli, burada 1-in kvadratını topladım. 1 üstə gəlinsin 1-in kvadratı. Eləcə 2. Düzdür? Geri qayıdıram. 2-ni götürsəm, birinci şərt ödənmir, amma ikinci şərt ödənir. 2-ni 4-ə də böləndə, 5-ə də böləndə qalıq eyni olur. Onda 2 vurulsun, 2-ni əlavə edəcəm bunun üstünə. 2 vuraq, 2-ni əlavə elədim. Olur ümumi qiymət 6. 3-ü qoysaq. 3-ü qoyanda birinci şərt ödənir. Yox, ödənmir. İkinci şərt ödənir amma. Yəni 3-ün üstünə bunun üstünə 6 gəlirəm onda. 12 oldu mu? Sonra 4-ü qoysam. Birinci şərt ödənmir, ikinci şərt də ödənmir. Onda üçüncü şərt. Sadəcə 4-ün özünü gələcəm. 12-nin üstünə gəlirəm 4. Eləyir 16. Sonra 5-i qoysam. 5-i 2-yə böləndə qalıq 1-dir, burada da 2-dir. Ödənmir, 5-i burada da ödənmir. Onda bu ödəyir ancaq. 16-nın üstünə 5 gəlirəm, 21 eləyir. Sonra 6 qiymətini qoysam. 6-nı 2-yə də böləndə, 3-ə də böləndə qalıq eynidir. Düzdür?
Onda 6'nın kvadratının 21'in üstünə gəlirəm. Neçə eləyir? 36 üstə gələ 21, 21, 57. 57. Sonra 7-ni qoysam. 3-ə də böləndə, 2-yə də böləndə qalıq eyni alınır. Düzdürmü? 1 alınır hər iki halda. Onda yenə kvadratın gəlirəm. 57-nin üstünə gəlirəm 7-nin kvadratı. Düzdürmü? 106. Neçələri? 106. 106. Bəs salam bitti Bəli. əməliyyat. Bir dənə də zəhmət olmasa 72-yə baxaydınız da. 72. Hı. 72. Deməli 8085 verir. Sıfırdan böyükdürmü? Hə. Sıfırı 100-ə vururam. Eləyir 0. Üstünə də gəlirəm. Bunun 100-ə bölünməsindən alınan qalır. Yəni 85-i. X bərabər oldu 85-ə. N bunun 1000-ə bölünməsindən alınan tam ədəd neçə eləyir? 8. N də bərabər oldu 8-ə. Düzdür? Geri qayıdıram. 8 sıfırdan böyükdürmü? Hə. 85-i 100-ə vursam. Neçə eləyəcək? 8500 x bərabərdir. 8500 üstə gəlinsin. 8-in 100-ə bölünməsindən alınan qalır. Elə 8-in özüdür. Bu da eləyəcək neçə? 8508. N də bərabər olacaq 0. 0 sıfırdan böyüdür? Yox. Demək cavab olacaq bu. Prosta o qalıqlarda mən biraz səhv eləyirəm. Ona görə bunlar yəqin səhv çıxır. Ola bilər. Hesablamada səhv eləyirsiz. Ola bilər ki, cavab verir. Sonra neçəyə baxırdıq? 92. 92. Deməli, burada məntiq nədir? Hər dəfəsində bunu icra edirik də biz. A-nı, B-ni, C-ni daxil edirik. Burada da məntiq nədir? Əgər deyir, A-mız ondan böyükdürsə ya da B-miz 5-dən böyükdürsə 5'te. və ikisi bir yerdə bir də nə olmalıdır? C-miz K-ya bərabər olmalıdır ki nə çap olunsun? onda S-in qiyməti S'nin 1 2'ye vayda beraber artsın. olduğunu çıxırıq. Deməli, S dəyişənin hansı iki qiyməti çap olmalı. olunacaq? Deməli, birinci C-miz K-ya bərabər olanları seçək. O birləri çıxıraq. Bunu çıxdım. Bunu çıxdım. Bunu çıxdım. Bunu çıxdım. Düzdürmü? İndi yerdə qalan, çünki bu şərt ödənməliydi də, bu hə olmalıydı. Bu hə olanları tapmışam. Bir də nə olmalıdır? Ya A 10-la böyük olmalıdır, ya da B Bir 5-dən ödənmir. böyük olmalıdır. Bu ödənmir. Ondan Bu bir ödənir. ödüyür. Bu ödəyir 2. Bu ödəyirmi? Yox, ödəmir. Bu ödəyir Ödüyür. 3. Bu da Ödəyir. ödəyir 4. Cavab olacaq 4. Başa düşüldü? Bəli. Super. Növbəti sual. Mən də yekunlaşdırayım. Əla. Digər müəllimlər sual. Bilməm, yoxdur, bitib. Bitti. Hə, 10 sabah deyirsən 92-dən sual da eləmi? 99 olmadı. Hə, 99-a qədərdir. Ona gəl belə bir şey deyim də sizə. Mən sizə şeyi atım. Ərain Python'unu. Mən sizə Ərain ümumi PDF-ini atım belə. Mənim Ərayda nə işləməliyik? İndi deyəcəm arasını işləyəcəksiniz. PDF-ini atım sizə. Tamam. Bu kitabın tam PDF-i də onsuz da qalan hissələrdə bizə lazım olan şeylər olacaq işləyək.
Ərazidə biz birinci mövzunda işləmişik, şərt operatorunda işləmişik, hmm, dövrləri işləməmişik. Müəllim, elə Dövrlər. bil təkcə Səidə müəlliməyə atdınız. Hə, müəllim mənə gəldi. Eyb yox, göndərərəm bunu. Onu qrupa təkrar atarsınız problemlər. Tamam. İki qrupun ikisinə də atın da, Python qrupuna da atın. Sıfır. Bunu bir edək də, dövrləri. Dövr operatoru ədədlər üzərində əməllər. Hı. Bunu ata işləyirik. Neçə sualdır burada baxaq? Biraz çox deyəsən elə. Deməli 136 dənədir. Gəlin sabahdır da dərsimiz. 70 dənə çatdırarıq bundan. Müəllim sabah demişdiniz bayram günü dərs keçməyəsiniz. Sabah dərs olacaq. Hə, sabah olmayacaq. Onda o birisi günə qədər sizə hamısını çatdıra bilərik məncə. İnşallah. Olar müəllim. Birisi gün, bu çox deyil olsun, 135 dənə test edəcəyimi. Bunun hamısını işləyirik, 135 dənə, dövrlər bölməsini. Müəllim. Nə işləyə bilməyəcəksə saxlayacağıq da, orada bir problemimiz yoxdur bizim. Əsas məsələ oldu ki, işləyək. Deməli, buradan başlayırıq, hamısını işləyirik. Müəllimim, mən dövrü işləyərik sabah Bəli, birisi dövr günü. operatoru, Array'dan dövr operatorunu işləyirik. Bu, hamısını. 135. Sabah yox da biri günə. Sabah dərsimiz olmayacaq. Başqa bir şey qaldı mı buradan? Problemli. Bir də ümumi sınav yollayım sizə, yoxsa bu tip Python bəs eləyir işləməyə? Müəllim yox, Python yetərlidir məncə. Məncə bəs eləyir müəllim, səhvsiz işləyir. Okey, o zaman Python işləyək, qalanı qalsın. Təkcə mənə ata bilərsiniz müəllim. Nə? Tək mənə göndərə bilərsiniz. Təbii ki. O var, problem yoxdur. Göndərəm. Əla o zaman. Elə başqa bir sualımız yoxdursa, başqa bir problemli yerimiz yoxdursa, yekunlaşdıraq. Oldu müəllim. Sağ olun. İnşallah bir gün görüşərik. Müəllim. Sağ Sağ olun. olun. Sağ olun.